Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Əgər yadımızdadırsa biz keçən dəfə Xəndək döyüşündən danışdıq və Xəndək döyüşündə Əbdəvidin ölməsindən danışdıq və Əli əleyhissalamın zərbəsinin əzəmətindən danışdıq. Əgər nəsə sualınız falan olsa eybi yoxdur. Dərsin sonunda yenə də verərsiniz. Əgər sualınız yoxdursa, narahat olmayın, eybi yoxdur. Davam eləyirəm. Haçan sualınız yaransa, yadınıza düşsə, yazarsınız bir yerə. Dərsin sonunda yenə danışarıq. Yaxşı, mən davam eləyim mövzumuzu. Deməli, yadımızdadırsa, dedik ki, düşmən ordusu dağıldı. Niyə dağıldı? Bir çox səbəbləri vardı. İndi bugün onları mən oxuyacağam. Bir maraqlı hadisə var. İndi xahiş edirəm ki, diqqətlə qulaq asın. Həm elə Peyğəmbərin məzlumiyyəti ilə tanış olun, həm də Peyğəmbərin idarəçiliyi ilə məşğul olun. Baxın, Peyğəmbər, diqqət eləyin buna, diqqət eləyin. Deməli, Peyğəmbər salavatullah Məkkədə Peyğəmbərliyə məbus oldu, Peyğəmbərliyə seçildi, 13 il orada qaldı. Sonra Mədinəlilər, ki əvvəl Yəsrib idi o şəhər, gəldilər, Peyğəmbərlə danışdılar, müqavilə imzaladılar ki, biz səni qoruyacaq, sən gəl bizim şəhərimizə. Peyğəmbər də getdi. Peyğəmbər sallallahu orada başladı dövlət sistemini qurmağa, məscid qurdu, məsciddə bir çox məsələlər həll olunurdu. Amma buna diqqət eləyin. İndi bir hadisə var, o hadisəyə görə danışacağam. Deməli, bu döyüşdü. Peyğəmbər orada gəldi, artıq sistem qurdu, xilafət qurdu və o xilafətin rəhbəri oldu və yavaş-yavaş Ərəbistandakı bütün regionlardan bütpərəstliyi aradan aparmaq istəyir və o regionda təvhidi yaymaq istəyir. İndi nə baş verdi? Buna qayıdacaq. Bax, bu yadımızda qalsın ki, mən bura qaydanda xəbərimiz olsun. Deməli, Peyğəmbər indi görür ki, 10 minə yaxın qoşundur gəlib, dayanıblar Xəndəkdə. Bir ayda da mühasirəyə saxlayıblar Peyğəmbəri. Yəni, çox da asan məsələ deyil idi. Həm mühasirədə qaldıqlarına görə çox əziyyət çəkirlər, həm hava çox soyuqdur, həm Mədinədə qıtlıq var. Bir ayda da qalıblar burada və 10 min qoşun da orada gözləyir. Hər bir fürsətdə hücuma keçməyə hazırdılar. Düzdür, Əli əleyhissalamın sayəsində Əmr ibn Əbdəvid kimi ən güclü cəngavərləri öldürülüb. Onun yanında 5 nəfər də, 3 nəfər qaçıb, 1 nəfər də orada öldürülüb. Amma yenə də təhlükə sovuşmuyub. Diqqətlə qulaq asın. Çünki mənim bu izahlarıma diqqətlə qulaq asmasanız, Peyğəmbərin o işini əksinə başa düşə bilərsiniz. Amma halbuki niyə Peyğəmbər belə eləyib, onu demək istəyirəm. Yəni, olduğu kimi başa düşək. Və Peyğəmbərin, yəni, narahat eləyən amillərdən biri də məhz Bəni Qeynuqə qəbiləsinin xəyanət məsələsidir. Onlar Mədinənin daxilindədirlər axı. Mədinənin daxilindədirlər deyə hər an onlar düşmənlə əl-ələ verə bilərlər və bu dəfə müsəlmanlara arxadan zərbə vura bilərlər. Bəni Qeynuqə, Bəni Qureyzə daha doğrusu. Bəni Qeynuqə ilə Bəni Nəziri Peyğəmbər qovub, Bəni Qureyzə qalıb. Və bu vaxtı Peyğəmbər bir şey düşündü. Peyğəmbər gördü ki, ora gələn düşmənlərin bəzisi müsəlmanlarla düşməndir, Qureyş müşrikləridir, Yəhudilərə aid olanlardır. Amma Qətəfandır, Fəzarədir və digər bu kimi qəbilələr bilirsiniz niyə onlara qoşulub? Ona görə ki, Xeybərin məhsuluna göz dikiblər. Çünki onlara deyilmiş ki, Xeybərin məhsulunun falan qədəri sizə çatacaq. Ona görə də onlar sırf maddi maraq üçün gəliblər. Peyğəmbər də həm bu ümmətin rəhbəridir, həm də ki, onlara da canı yanır.
İstəmir ki, daha çox əziyyətdə qalsınlar. Çünki onlar İslama görə əziyyətə düşüblər axı. Yəni indi məsələn, əgər xəndək olmasaydı, peyğəmbərin İslam ordusunun onlara gücü çatmasaydı, Mədinə əhalisi, Yəsrib əhlini, Ovs və Xəzrəc və bunun kimiləri, Qureyş və digər qəbilələri 10 min nəfər gəlib onların hamısını qılıncdan keçirəcəkdi. Təsəvvür edirsiniz? Yəni Peyğəmbər gəlib bura, gələn kimi də sanki bir problem də gətirib. Nədir o da? İslam problemidir ki, bütün qəbilələrin artıq gözü Mədinədədir. Xüsusən də Qureyşin. Qureyş çox əzəmətli bir qəbilə idi. Ümumiyyətlə Məkkə sistemi çox əzəmətli idi ki, Ovs və Xəzrəcin problemi yarananda gedib Qureyşdən kömək alırdı. İndi həmin o Qureyş ki, çox təchizatlıdır, çox nə bilim sistemlidir. Həmin o Qureyş özdə onun çox belə deyək nüfuzu var. Çünki bütün qəbilələrin Məkkəyə, Qureyşə ehtiyacı var. Çünki Məkkə Kəbə evi Məkkədədir və ona ev sahibliyi eləyir və ora gələnlər bir mənada Qureyşə yəni bir mənada ehtiyaclıdırlar. Çünki ora gələndə Qureyş onları qarşılayır. Diqqət edirsiniz. İndi heç nədən problem yaranır və Qureyş kimi bir qoşun, Qureyş sistemi və ona da qoşulmuş çoxlu qoşun ki 10 min nəfərdir, indi Mədinəyə tərəf gəlir. Mədinədə də cəmi 3 min nəfər döyüşçü var. Ona görə də Peyğəmbər və gəliblər. Orada çox narahatçılıqdır. Peyğəmbər hamısını görür. Düzdür, Peyğəmbər qələbə müjdəsi verib. Düzdür, müsəlmandılar, imanlıdırlar. Peyğəmbər deyib, kim ölsə cənnətə gedəcək. Peyğəmbər deyib ki, biz qalib gələcək. Amma yenə də real problem var. Onlar döyüşçüdür, onlar qışqırırlar, onlar döyüşçü istəyirlər. Və bir aydır da ondan əvvəl, hələ onlar gəlib çatmamışdan zülmlə 5 kilometr ərazidə xəndək qazıblar, gecələrini gündüzünə qatıblar. Yaxşı, içlərində möminlər var. Düzdür ki, münafiqləri tez-tez gedirdilər bəhanə ilə falan, amma möminləri var. Orada ağsaqqallar var, qəbilə başçıları var. Səd ibn Məaz, Səd ibn Übadə, bunların biri Ovsun, biri Xəzrəcin başçılarıdırlar. Yəni həm də xanımlar, ailə, uşaq Mədinədə qalıb, onlar da qorxu içindədirlər və bir gecədə Bəni Qureyzə ora hücuma da keçib. Bax, bunların hamısını Peyğəmbər hiss edir. Yəni, bilirsiniz nə demək istəyirəm? Yəni, belə deyil ki, Peyğəmbər deyir ki, bilirsiniz nə var müsəlmanlar? Hazırlaşdıq, getdik ora. Yəni, Peyğəmbər hər dəfə aparanda onlara ürəyi yanırdı, ailəsinə ürəyi yanırdı. O yetim qalacaq uşaqlara, başsız qalacaq ailəyə. Yəni siz təsəvvür eləyin. Təsəvvür eləyin. Məsələn, bizdə Qarabağda döyüş oldu. Necə oldu? Bu yaxınlarda təyyarə qəzasında xalq matəmə batır. 10 nəfər, 15 nəfər öləndə. Yaxşı, orada görür necə olur. Orada yəni ona görə də Peyğəmbər çox narahat idi. Peyğəmbər həmişə narahat idi. Elə belə deyil idi ki, Peyğəmbər aparırdı ki, kim öləcəksə cənnətə gedəcək, xoşbəxt edəcək. Belə deyil idi. Heç vaxt belə düşünməyin. Bilirsiniz, hadisələrin içinə girməsəz, müəyyən məsələləri düşünə bilməyəcəksiniz. İndi bunları deyirsiniz ki, müəllim, nə üçün bizə hiss elətdirmək istəyirsiniz? Bu hadisəyə görə. Orada nə baş verdi? Peyğəmbər gördü ki, onların bəzisi mənfəət üçün gəlib. Peyğəmbər onların başçıları ilə münasibətlər qurmağa başladı. Gizlin yollarla adamlar göndərdi, həmin o qoşunun başçıları ilə gizlin adamlar göndərdi. Onlara dedi ki, siz bura maddi maraq üçün gəlmisinizsə, biz sizin maddi marağınızı təmin eləsək, Mədinənin gəlirlərinin 1/3-ni sizə verməyə hazırıq. Siz çıxıb gedə bilərsiniz, bunlara qoşulmadan çıxıb gedə bilərsiniz. Onlar da razılaşdılar. Dedilər, hə, çünki onlar da gördülər ki, artıq bir aydır qalmışıq burada, heç bir qələbədən söhbət gedə bilmir. Bu mühasirəni deşib keçə bilmirik. Onlar da onu bildilər və buradan da real Peyğəmbərdən belə şey gəldiyinə görə onlar da razılaşmağa meyilli oldular. Və bu dəfə imzalanmaq üçün artıq imzalanma prosesi başlayanda Peyğəmbər öz başına etmədi. Dedi ki, qoy mən tək etməyim. Həmin o Ovs və Xəzrəcin başçılarını da çağırdı. Səd ibn Məazla Səd ibn Übadəyə. Dedi ki, mən istəyirəm ki, artıq belə bir iş görəm, tək onların bir xeylisi uzaqlaşsın. Qətəfandır, Fəzarədir və bunun kimi digər qəbilələrin hamısı çıxıb getsələr, artıq Qureyş orada çox az qalacaq və Qureyş də başa düşəcək ki,
alınmayacaq və onlar mütləq çıxıb gedəcəklər və bu mühasirə də uzanmayacaq. Bu qədər mühasirənin uzanması da bir cəhətdən yaxşı deyil. Həm arvad uşaqlar təkdir, həm Bəni Qureyzə məsələsi, həm məsələlər yenə də çönə bilər, hər şey ola bilər. Yəni Peyğəmbər real problemi aradan aparmaq istəyir. Bu dəfə onlar nə dedilər? Onlar maraqlı bir söz dedi. Dedilər ki, ya Rəsulallah, bu Allahın əmridir ki, sən bizə deyirsən ki, biz bunu imzalayaq, onlara Mədinənin 1/3 gəlirini verək. Yoxsa bu sənin öz fikirlərindir. Peyğəmbər dedi ki, yox, Allahın əmri deyil. Bunlar mənim öz fikrimdir. Sizin üçün kömək eləmək istəyirəm. Onlar dedi ki, ya Rəsulallah, əgər sən də bizə icazə versən və bu Allahın vacib əmri deyilsə, biz bu müqaviləyə qol atmaq istəmirik, imzalamaq istəmirik. Çünki biz heç vaxt indiyə qədər onlara bac verməmişik. Biz onların da heç vaxt cürəti çatmaz ki, gəlib bizdən bir dənə xurma dənəsi götürsünlər. İndi Allahın lütfü ilə və sizin rəhbərliyinizlə də biz daha çox əziz və hörmətli olmuşuq. Ona görə də onlar bizdən bir şey istəsələr, biz onlara qılıncla cavab verməyə hazırıq. Qoy nə bilirlərsə eləsinlər. Peyğəmbər bunu görəndən sonra dedi ki, bax Peyğəmbər belə dedi. Dedi ki, bax görün nə dedi. Mən elə oxuyuram sizin üçün üzündən. Mənim belə bir müqavilə bağlamaqda məqsədim o idi ki, gördüm bütün qəbilələr hər tərəfdən üstünüzə hücuma keçir. Dedim bəlkə bu yolla düşməni parçalamaq olar. İndi sizin cəsarətinizi gördüm, artıq müqaviləni ləğv eləyirəm və sizə də deyirəm və dediyimə də inanıram ki, Allah heç vaxt öz Peyğəmbərini xar rüsva etməz, verdiyi qələbə müjdəsi də mütləq doğru çıxacaq. Deməli, Peyğəmbər də istəyərək belə qalsın. Çünki orada lazım olsaydı deyərdi ki, yox elə qoy belə olsun. Onlarla məşvərət eləyir. Keçən dəfə də deyirdim, məşvərət məsələsi çox mühüm məsələ idi. İstəyirdi ki, məsələlərin içində onların özləri də olsunlar. Burada da Peyğəmbərin ürəyindəndir. Özü də Peyğəmbər də bilir ki, onlar çıxıb gedəcək. Amma həm mühasirə çox uzanmasın deyə. Həm də Peyğəmbər istəyir desin ki, bax mən də bir rəhbər olaraq hər şey eləməyə hazırım. Elə bilməyin ki, ancaq sizin döyüşməyinizi, ölməyinizi gözləyirəm. Baxın, Mədinənin gəlirinin 1/3-ni də verməyə hazıram. Buranın rəhbəri mən deyiləm və onların hamısı Beytülmala gəlir və mənəm də buranın qeydinə qədər. Amma mən Beytülmaldan da nələrsə verməyə hazıram. Bəzi işlərdə olar, görərsən ki, müdür gələr deyər ki, qazanc mənim deyil, sizlər əziyyətə çox düşməyin. Ora, məsələn, avtobusla getməyin o ölkəyə, təyyarə ilə gedin, gəlin. Məsələn, falan şey belə eləməyin, belə eləyin, qoy sizin üçün rahat olsun. Peyğəmbər də deyir ki, bütün Beytülmal mənim əlimdədir, mənəm bu sistemin rəhbəri, amma mən onlara nələrsə verərəm, tək siz döyüşməyin, tək siz əziyyətə düşməyin, tək siz çətin olmasın, tək bu mühasirə tez dağılsın. Bir an öncə bu müharibə qutarsın, siz qaydın ailələrinizin üzərinə. Yaxşı. Və sonra Peyğəmbər deyir ki, əgər siz ki belə cürətlisiniz, onda mən də sizdən razıyam və müqaviləni də bağlamıram və yəqininiz də olsun ki, onsuz da biz qalib gələcəyik. Əgər belə izah olunmasa, bilirsən nə olardı? Sanki Peyğəmbər, onlar Peyğəmbərdən daha cürətli görsənirdilər. Peyğəmbər deyir ki, gəlin biz xurmadan, Mədinə xurmalarında, Mədinənin gəlirindən onlara verək, onlar bizdən uzaqlaşsınlar. Onlarsa deyir ki, ya Rasulallah, biz şücaətlik, biz qorxmuruq, onları nə üçün bac verib? Belə görsənidir ki, onlar Peyğəmbərdən daha cürətli idilər, nəuzubillah. Amma əslində isə bu Peyğəmbərin bir gözəlliyidir. Həqiqətən Peyğəmbər çox, nə bilim, necə deyim ki, Peyğəmbər elə bir həyat sürüb. Peyğəmbərin sirəsi, Peyğəmbərin əxlaqı, rəftarı insan üçün bütün insanlıq üçün başdan ayağa bir eşq nümunəsidir, həyatdır, gözəllikdir. Öz əlindədir, rəhbərdir, özdə həm də onların mənəvi rəhbəridir. Nə desə də boyun əyəcəklər. Həmçinin ölsələr də Peyğəmbər onların cənnətə aparacaq. Amma yenə də dünyalarını da fikirləşir. Amma yenə də onların bütün hisslərini nəzərə alır. Deyir ki, siz tək ki, çox əziyyətə düşməyin. Mən Mədinənin gəlirindən verim onlara, amma qoy getsinlər sizin üçün yüngüllük olsun. Amma onlar istəməyəndə Peyğəmbər sonra onlarla razılaşır. Bax, bunu bu kontekstdə başa düşmək lazımdır. Və sonra gəldik, bura çatırıq ki, artıq düşmən ordusu dağılmağa tərəf gedir. Bir neçə dənə səbəb var, onların hamısını burada mən demək istəyirəm, kitabımızda gətirir onları. Onlardan birinci səbəb bu idi ki,
Qətəvan və Fəzarə başçıları ilə aparan danışıqlar nəticəsində onlar onsuz da bilirdilər ki, bu mühasirəni dəlib keçmək olmur. Onsuz da bu baş tutan bir şey deyil. Ona görə də ümidləri var idi ki, buradan həm də əlboş getməsinlər deyə ümidləri var idi ki, peyğəmbər o müqaviləni imzalayacaq. Onun söhbətlərinin getdiyini anlayırdılar. Ona görə də gecikdirirdilər və bunlara düşmənlə döyüş məsələsi deyəndə onlar imtina elədilər. Dedilər ki, biz hücum eləmirik, imtina elədilər. Çünki ehtimal var idi ki, peyğəmbər bir gün onu imzalayacaq. Bax, biri bu idi. İkinci bu idi ki, Əmr ibn Əbdəvidin öldürülməsi və digər qəhrəmanların döyüş meydanından qaçması, bu da bir tərəfdən döyüşün, ordunun dağılmasına, geri çəkilməsinə səbəb oldu. Başqa bir məsələ, indi bir neçə dənədir. Biri də, ən mühümlərindən biri də bu idi. Biri Əmr ibn Əbdəvid məsələsi idi, biri həmin o Qətəvan, Fəzarə qəbilələrinin hücuma keçməməsi idi. Biri də bilirsiniz nə oldu? Yenicə bir nəfər müsəlman olmuşdu, Nüeym ibn Məsud adında. Bu təzə hidayət olmuşdu. Gəldi peyğəmbərin yanına dedi ki, ya Rəsulallah, mən yeni bir müsəlman olmuşam, amma onların məndən xəbəri yoxdur. Mən bütün onların hamısının yanında hörmətli, izzətli adamam. Mənə nəsə bir qulluğum varsa, mən sənə xidmət eləyə bilərəm. Peyğəmbər dedi ki, sənin xidmətin bu olar ki, elə bir iş görə bilərsən ki, o qoşun dağılıb getsin. Nəsə bir iş görəsən ki, o qoşun dağılıb getsin. İndi tarix yazır ki, Nüeym özü belə bir şey fikirləşdi. Bəlkə də peyğəmbər ona yol göstərdi. Bilmirəm necə oldu. Bəlkə də Allah ona ilham elədi. Hər halda Nüeym bir şey fikirləşdi ki, çox təsirli oldu və sanki tutdu bu iş. Neynədi? Getdi Bəni Qureyzə qalasına, Yahudilərin yanına. Dedi ki, mən sizin yanınıza xeyirxahlıqla gəlmişəm və sizə bir dənə məsləhətim var. Siz ki, deməli, Qureyş qəbiləsi ilə ittifaqa girdiniz. İndi bir şeydə yadınızdan çıxarmayın, ha. Sabah Qureyş əgər qalib gələ bilməsə, çıxıb getsə, onlar gedəcək, siz qalacaqsınız burada. Peyğəmbərə də pis işlər görmüsünüz, xəyanət eləmisiniz. O sizin hamınızı öldürəcək. Ona görə də qoymayın onlar sizdən əl çəksin. Çünki onlar sizi tək qoysa, siz burada tək qalacaqsınız. Onlar sizə daim kömək eləməlidirlər. Siz ki, onlara ki, artıq tərəf getmisiniz, müqaviləni pozmusunuz, xəyanət eləmisiniz, bu iş sizin üçün pis nəticələnəcək. Siz bilirsiniz neyinin? Onlara deyin ki, indi onlarla danışıqlarınız olacaq. Onlara deyin ki, onların böyük sərkərdələrindən bir neçə dənəsini, 4, 5, 6 dənəsini girov götürün. Ki, onlar sabah çıxıb geçsələr, o sərkərdələr girov qalsınlar. Yanınızdakı onlar məcbur qalıb sizə kömək eləmək istəyəcək. Yoxsa onlar gedəndən sonra İslam ordusu sizi məhv eləyəcəklər. Doğrudan da bu onların ağlına batdı. Həm də elə düz söz idi. Həm düz söz idi ki, İslam ordusu onları belə salamat qoymayacaqdı. Həm də ki, bir hiylə idi ki, tutdu. Bu dəfə getdi onların yanına. Onların yanına getdi və onlara dedi ki, peşman olub Bəni Qureyzə qəbiləsi. Bəni Qureyzə qəbiləsi peşman olub və indi istəyirlər ki, sizdən bir neçə nəfəri girov alsınlar və onu peyğəmbərə versinlər. Özdə sizin əzəmətli sərkərdələrinizdən istəyirlər ki, peyğəmbərə versinlər. Peyğəmbər də onun müqabilində onları bağışlasın və sizin əsirlərinizi, sərkərdələrinizi də peyğəmbər öldürsün. Bunu da bunlara dedi. Və bunlar da dedi ki, bəs əgər birdən istəyirsinizsə siz onları yoxlayın. Deyin ki, hücuma keç. Görə keçəcəklər. Görün sizdən böyük sərkərdələri istəyirlər yoxsa yox. Həm də ki, Nüeymi onlar hələ müsəlman olduğunu da bilmirdilər. Və bundan sonra onlar da bunu yadlarında saxladılar. Sonra getdi Qətəfan qəbiləsinə. Orada da danışdı. Eyni sözləri onlara dedi. İndi Əbu Süfyan cümə axşamı idi ki, səhəri cümə gününün axşamı idi ki, sabahı istəyirdi ki, artıq hücum olsun, sabah şənbə günü idi. Həmin o Bəni Qureyziyə adam göndərdi ki, get onlara de ki, arxadan onlar hücuma keçsin, biz də buradan hücuma keçək, görək nə eləyə bilərik. Nəsə bir şey eləyək də, axır bir hücum olsun, bilək ki, necə olur.
Onlar dedilər ki, Bəni Qureyzə Yəhudilər dedilər ki, əvvəla bu gün şənbə günüdür. Biz, yəni sabahda səhərisi gün şənbə günüdür. Biz heç bir iş görə bilmərik. Çünki şənbə günü ata-babalarımız iş görməyiblər. Kimlərsə də iş görməyə qalxıblarsa da onlar əzaba layiq olublar. İkinci də ki, mən o şərtlə sizlə razıyam ki, siz böyük sərkərdələrinizdən bizə verəsiz girov kimi. Çünki siz sabah gedəcəksiniz, biz isə belə qalacaq. Bunu deyəndə Qureyş dedi ki, Nueym düz deyirmiş. Bu bizim başımıza bir hiylə açmaq istəyir. Ondan sonra ona dedilər ki, Əbu Süfyan dedi ki, ey Bəni Qureyzə, xəbərin olsun ki, ən sadə bir sərkərdəmi də, ən sadə bir döyüşçümü də sənə verməliyəm. İstəyirsən qoşul, istəyirsənsə də qoşulma. Bunu belə deyəndə oradan Qureyzə də anladı ki, deməli bunların məqsədi məni tək qoymaqmış. Ona görə də öz xəyanətlərinə görə də peşman oldular və bir-birlərinə kömək etmədilər. Artıq onların arasında böyük bir ixtilaf yarandı və təbii ki, onların artıq iş birlikləri pozuldu. Başqa bir, yəni Nueymin elədiyi hiylə, döyüş hiləsi baş tutdu. Görürsünüz ki, döyüşdə belə hilələrin olması zəruridir düşmənə qarşı. Ondan sonra başqa bir amil bu oldu ki, sanki qeybi bir məsələ onlara kömək elədi. Səhərə yaxın, ümumiyyətlə həmən gecə səhərə yaxın o qədər möhkəm güclü külək əsdi ki, bütün çadırları yerindən çıxardı, yemək qazanlarını aşırdı, nə bilim, onları odlarını qazanın altında və digər yerlərdə olan odları səpələdi səhralara. Yəni onları tamam iflic vəziyyətinə saldı həmən külək. Bu da onlar üçün narahat oldu. Əbu Süfyan səhərə yaxın Peyğəmbər sallallahu Hüzeyfəni göndərirdi kəşfiyyat üçün. Hüzeyfə deyir, mən Əbu Süfyana çox yaxınlaşdım. Əbu Süfyan bütün sistemin, Qureyş, bütün ordusunun hamısının rəhbəri idi. Deyir, mən Əbu Süfyanın çox yaxınlığına qədər gedib çatmışdım. Deyir, gördüm belə deyir ki, buralar artıq bizim yerimiz deyil, heyvanlarımız qırılmaq təhlükəsindədir. Tufan çadırlarımızı, ocaqlarımızı dağıdı. Bəni Qureyzə də bizə kömək eləməkdən boyun qaçırdı. Məsləhət görürəm ki, buralardan çıxıb gedək. Və Əbu Süfyan deyir, o qədər başını itirmişdi ki, dəvələrinin ayağı bağlı olaraq çıxdı. Dəvəni nə qədər sürmək istədi, dəvə getmədi. Sonra qəfildən yadına düşdü ki, mənim dəvələrimin ayağı açıqdır. Və beləliklə səhər açılanda artıq şənbə gününün səhəridir. Açılanda bir nəfər də qalmamışdı. Elə gecə ilə də çıxıb getmişdilər. Bax, bir neçə dənə belə səbəb artıq onların mühasirəni keçə bilməməsinə və onların sanki məğlub olmasına gətirib çıxardı. Ki, onların bəzi əzəmətli sərkərdələri də öldürüldü və demək olar ki, onlar heç bir xeyir əldə etmədən getdilər və buna elə məğlubiyyət deyərlər. Bax, Xəndək döyüşünün aqibəti belə oldu. Deməli, Peyğəmbər salavatullah səhər açıldı, Peyğəmbər namazları qıldı, sonra günorta yaxın namazlar, günorta namazını qıldı. Düzdür ki, müsəlmanlar çox yorulmuşdular. Həm bir ay mühasirə, ondan əvvəl də ki, neçə müddət idi xəndək qazmaqla məşğul idilər, evlərindən, ailələrinə uzaq düşmüşdülər. Yəni, döyüş nə qədər çəkər və istəyirdilər getsinlər öz evlərinə. Amma Peyğəmbər dedi ki, zöhrü burada qılırıq, əsri Bəni Qureyzə tərəfdə qalacaq, gedirik ora. Hamı başa düşdü ki, Peyğəmbər artıq Bəni Qureyzədən intiqam almaq istəyir və Bəni Qureyzəni cəzalandırmaq istəyir. Və doğrudan da elə belə olmalı idi. Çünki Bəni Qureyzə əvvəlki Bəni Nəzir və Bəni Qeynuqənin aqibətindən xəbəri olmuşdu. Hər üçü, eyni zamanda Ovs və Xəzrəc qəbilələrinin hamısı Peyğəmbərlə müqavilə bağlamışdılar. Peyğəmbər onlara demişdi ki, heç kəs xəyanət etməməlidir. Hamımız Mədinə şəhərinin əhalisiyik deyə. İndi etiqadınız fərqli olar, eybi yoxdur. Mən sizə də bir söz demirəm, öz etiqadınızda qalın. Nə istəyirsinizsə eləyin, bizcə xəyanət eləməyin. Təsəvvür edirsiniz, Peyğəmbər nə qədər sivil bir addım atır, onlarla müqavilə bağlayır, onların heç biri xəyanət etməyənə qədər onlarla işi də olmur Peyğəmbərin. Görürsünüz, məsələn, xristiyanlarla heç vaxt Peyğəmbərin işi olmadı. Bir dəfə mübahilə oldu, onda da onlar xahiş elədilər ki, bizə qarğış eləmək, Peyğəmbər nəyə ki öldürmək, heç qarğış da eləmədi. Heç qarğış eləmədi ki, onlara bir cəza da gəlsin. Amma Yəhudilər nə edilər? Yəhudilər
Hər üçü əhdi pozdular. Təsəvvür edin ki, onları Peyğəmbər qovdu getməyə. İndi bunların aqibəti bilirsiniz necə olacaq? Peyğəmbər onları qovdu. Bəziləri dedi ki, mallarınızı, dövlətlərinizi də götürüb apara bilərsiniz. Bəziləri dedi ki, silahlarınız qalacaq. Amma bunlara dedi ki, siz o ikisini də görmüşdünüz. Və bu dəfə isə elə bir pis vəziyyət yaratmışdınız ki, əgər mənim xəbərim olmasaydı, girib onlar bilirsiniz də nə edəcəkdilər? Girib Mədinədə arvad uşaqları əsir götürəcəkdilər. Peyğəmbər əgər Mədiniyə xəbər tutmasa, Mədiniyə qoşun göndərməsə, onlar artıq həmən gecə girib Mədinədə arvad uşağı əsir götürəcəkdilər və Mədinənin mal-mülkünü müsadirə edəcək. Çünki bütün qoşun Xəndəkdə idi. Xəndək də Mədinədən kənardadır. Ona görə də Peyğəmbər bunları buraxmaq istəmirdi. Həm də niyə? Həm o iki dənəsinin aqibətini görüblər, həm bunların təhlükəsi ən pis təhlükə idi, həm də ki, Peyğəmbərə qarşı sanki bir xəyanətləri ikisini görəndən sonraki xəyanətdir. Yəni sən görmüsən onlarla necə rəftar olunur. Və ən mühüm məsələ də budur ki, Peyğəmbər bunları da boşlasa başlı başına, bunlar da gedəcəklər, yenə qoşulacaqlar. Necə ki, Qureyşi kim gətirdi? Bəni Nəzir. Bəni Nəzir getdi, Qureyşi qızışdırdı, getdi və dedi ki, bütün maliyyə məsələləriniz bizim öhdəmizdə. Onun üçün Peyğəmbər bunları bağışlamaq istəmir. Həmçinin Mədinədə qalmasına da razı deyil. Çünki hər dəfə belə bir problem yaranacaq. Bunlardan nigarandır. Çünki rahat şəkildə xəyanət elədilər. Ona görə Peyğəmbər gəldi, qalaya yaxınlaşdı, onlara öz sözünü dedi. Peyğəmbər onlara bəzi sözlərini dedi. Dedi ki, siz tərk silah olmaz. Onlar qala qapılarını bağladılar və Peyğəmbəri ilk dəfə idi ki, əsəbi şəkildə gördülər. Peyğəmbəri qəzəbli şəkildə gördülər və ona görə onlar narahat oldular, bildilər ki, vəziyyət nədir və artıq bundan çıxış yolu axtarmağa başlayırdılar. Ora gedən yolda Əli əleyhissalam gördü ki, Əli əleyhissalam onlardan əvvəl gedib çatmışdı. Ora gördü ki, onlar qapını bağlayıblar və Peyğəmbərə qarşı çox təhqiramiz sözlər deyirlər. Peyğəmbər Əli əleyhissalam tez qayıtdı Peyğəmbərə tərəf ki, Peyğəmbər hələ yavaş-yavaş gedirdi ora o istiqamətdə. Peyğəmbər dedi ki, getməsin ora. Çünki onlar pis sözlər deyirlər. Peyğəmbər dedi ki, narahat olma, məni görən kimi o sözləri yığışdıracaqlar. Peyğəmbər gəldi, qalanın yanında yaxınlaşdı. Onlara dedi ki, ey Yahudilər, Allah sizi zəlil və xar etmədimi? Gördünüz ki, siz necə zəlil və xar oldunuz. Gördünüz ki, o 10 min bizə qalib gələ bilmədi. Peyğəmbər belə deməyib. Orada Peyğəmbər bir cümlə dedi. Allah sizi zəlil və xar etmədim. Amma bunun mənası bilirsiniz nə idi? Artıq onlar hər şeyi bilirdi. Yəni Peyğəmbər demək istəyir, gördünüz ki, o 10 min bizə qalib gələ bilmədi. Gördünüzmü? Onlar getdilər, siz tək qaldınız və siz xəyanətkar oldunuz. Bunu siz gördünüzmü? Və Peyğəmbərdən heç vaxt belə sərt bir şey görməmişdilər deyə oradan dedilər ki, ey Əbul Qasım, Peyğəmbərin künyəsidir də, sən axı belə sərt adam deyil idin. Peyğəmbər onlara yenə də öz mehribanlığını göstərmək üçün Peyğəmbər sözünü davam elətdirmir, çevrilir və geri çəkilir. Hətta əbası da çinindən düşür. Rəhmət Peyğəmbəridir də. Rəhmət Peyğəmbəridir deyə əbası da onun çinindən düşür. Yəni bilirsiniz nə deməkdir? Yəni Peyğəmbər demək istəyir ki, mən elə rəhmət Peyğəmbəriyəm. Amma Peyğəmbərin rəhmət Peyğəmbəri olması, belə deyək, qarşı tərəfin hər nə istəyir eləməsinə şərait yarada bilməz. Çünki burada təkcə Peyğəmbər əzi yox, müsəlmanlar məsələsi var, İslam məsələsi var. Ona görə də Peyğəmbər bu məsələdən çıxır kənara və deyir ki, bu məsələni mən siz kimi istəsəz onun əli ilə həll eləyərik. Mən çıxıram, təsəvvür edirsiniz Peyğəmbərin rəhmətini. Deyir, yaxşı, mən eləməyəcəm. Səd ibn Məaz gəlir. Niyə Səd ibn Məaz? Özləri də bunu istəyirlər. Çünki Səd ibn Məazın Yahudilərlə, Bəni Qureyzə ilə yaxınlığı vardı. Onlar deyirlər ki, Səd ibn Məaz gəlsin bizim baramızda hökm çıxarsın. Nə hökm çıxarsa biz təslimik. Peyğəmbər də razılaşır. Deyir, yaxşı, təsəvvür edirsiniz İslam Peyğəmbəri oranın o sistemin rəhbəridir, əzəmətli şəxsdir, Peyğəmbərdir və onların da cəzası məlumdur, nədir?
Amma yenə də öz rəhməti ilə çəkilir kənara. Görün nə peyğəmbərdir, görün nə rəhbərdir, görün düşmənlə münasibəti hansı vəziyyətdədir. Yəni bilirsiniz, indi mən burada bir məsələni deyim. Sonda onlar peyğəmbər onları təkliflər eləyirlər də. Yəni ki, məsələn biri budur ki, onların hansı İslamı qəbul eləsə azad idilər, rahat idilər və müsəlman olaraq rahat yaşayacaqdılar. Təsəvvür ki, onlar İslamı qəbul eləmirlər. Və sonda da Səd ibn Məaz da onlar barəsində edam hökmü çıxardır və onların hamısı da öldürülürlər. Amma peyğəmbər onlara öz rəhmətini, öz peyğəmbərliyini isbat eləyir. Ki, qiyamətdə sabah deməsinlər ki, sən bizə elə bir şeylər göstərə bilərdin ki, biz elə sənin o əzəmətin, rəhmətin qarşısında əriyərdik və biz də xoşbəxt olardıq. Təsəvvür edirsiniz? Peyğəmbər onların xəyanətlərini dərhal ən şiddətli şəkildə cəzalandıra bilər. Amma gəlir sözünü deyir və onlar deyəndə ki, biz səni sərt görməmişik, səni həmişə mehriban görmüşük, mehribanlığını bir daha göstərir. Yəni ki, mən mehribanam. İndi növbə sizindir. Tövbə eləyin, İslamı qəbul eləyin. Bu işinizdən peşman olduğunuzu bildirin. Amma neyinirsən? Görəsən onlar bunu elədi. Bir dənə Hüyey ibn Əxtəb ki, Bəni Nəzirin rəhbəri idi də, o da qalmışdı, o da getmir. O da qalır ki, güya Yahudilərə mən problem yaratdım, indi onların yanında qalıram. Elə yaxşı da ki, qalır, o da ölür axırda. O da qalır orada. Hamısı otururlar, bir məşvərət eləyirlər. Bir fikir bu olur ki, gəlin hamımız İslamı qəbul eləyək. Çünki bilirik ki, bu Muhammed haqdır. Tövrət də bunu təsdiqləyir. İkinci budur ki, bəzilər deyirlər ki, gəlin arvad uşaqlarımızı öldürək, özümüz də kişi kimi döyüşək. Ölsək də gözümüz arxamızda qalmasın ki, yəni arvad uşağımız onların əlində oldu. Bəzilər də deyir ki, bu gün şənbədir. Peyğəmbər elə bilər ki, biz şənbə günü döyüşmərik, amma gecə ilə biz onlara hücuma keçək. Hər üç fikri heç kim qəbul eləmir. Onlar deyirlər ki, biz öz dinimizdən əl çəkən deyilik. Nə olsa da əl çəkən deyilik. Bu inatkarlıqlar. Niyə əl çəkən deyilsin? Sənin dinindən o dinin nə fərqi var? O sənin dinindən daha gözəldir. Bu real peyğəmbərdir, sən bunun rəhmətini görürsən. Özü ölməyə razıdır, diqqət edirsiniz, özü ölməyə razıdır, ailəsi əsir düşəcək, mal mülkü müsadirə olacaq, ona razıdır, amma deyir, mən öz dinimdən əl çəkmərəm. Sonra deyir ki, arvad uşaqlarımız deyir, olmasa həyatının nə ləzzətini çıxardacaq, o birisi bəndə də bunu deyirlər. Demirlər ki, arvad uşaqlarımızın ölməsi ilə, yəni necə ola bilər də, burada müəllif də yaxşı gətirir, deyir ki, heç peyğəmbər belə sənin arvad uşağı öldürməyəcək. Necə olar ki, bu necə başdır ki, belə qərara gəlir ki, gəlin öz arvad uşaqlarımızı öz əlimizdən öldürək. O birisi də deyir ki, yox, arvad uşaqlarımızı öz əlimizdən öldürsək, sonra qalib gəlsək də həyatın nə mənası olar? O birisi də demişdi ki, biz yenə də arvad uşaq alıb, arvad uşaq sahibi ola bilərik də. Görün, başları necə işləyir bunları. Üçüncüsünü də deyirlər ki, yox, şənbə günü biz qətiyyətlə bu işi görə bilməliyik, çünki Allahın qəzəbinə tuş gələrik. Bax, axır ki, bunların hamısı belə bir, yəni siz öldürülənlər görürsünüz kim idi? Həzrət Muhammed Əleyhisselamın rəhmətinin sayəsində öldürülürdülərsə, deməli o insanlar üçün nicat yox idi. Təbii ki, orada bir neçə nəfərdə hidayət oldu. İndi bu barədə də danışacağım. Və orada bir nəfər də olur, Əbu Lübabə adında. Əbu Lübabə də gedir onlara. Çünki Əbu Lübabənin də istəyirlər ki, bir müddət istəyirlər ki, Əbu Lübabə onların arasında vasitəçi olsun. Peyğəmbər də deyir ki, yaxşı. Sonra deyirlər Səd ibn Məaz. Birinci Əbu Lübabəni istəyirlər, Peyğəmbər razılaşır. Rəhmət Peyğəmbəridir ya. Razılaşır. Deyir ki, Əbu Lübabəni istəyirsiniz? Yaxşı. Əbu Lübabə gedir ora, onlarla danışır. Onlarla danışanda onlara deyir ki, siz ümumiyyətlə, Yahudi arvad kişilər yığışır onun başına, ağlayırlar. Deyirlər ki, axı biz niyə təslim olaq, niyə biz də, yəni təslim olmaq öldürülmək deməkdir və mal mülkün müsadirə olması, arvad uşağın əsir olmasıdır da. Əbu Lübabə də deyir ki, mütləq təslim olmalısınız. Sonra onların sanki ürəyi yanır onlara, əlini boğazına işarə edir, deyir ki, əgər təslim olmazsınız, hamınız öldürüləcəksiniz. Yəni, bunu deyir. Amma bu isə bir dövlət sirri idi deyə belə deməməli idi. Yəni elə sözünü deməli idi. Yəni onlarla danışıq aparmalı idi. Növbəti bir şeyi deməməli idi. O sözü demək olmazdı.
bu sözü deyir, amma o dəqiqə peşman olur. O dəqiqə peşman olur, narahat olur və qaladan çıxır. Birbaşa Peyğəmbəri də görmədən, birbaşa gedir məscidə, özünü məsciddə bağlatdırır. Deyir ki, bəs Peyğəmbərə xəbər verin ki, mən orada xəyanət elədim, belə bir söz dedim. Gərək deməyəydim, amma dedim. Peyğəmbər də onu eşidir. Peyğəmbərə gəlib deyirlər ki, Lübabə çıxıb qaladan birbaşa gedib məscidə, özünü bağlayıb, deyir ki, Allah məni bağışlamayana qədər bu haldan əl çəkməyəcəm. Peyğəmbər də görür ki, Lübabə xəyanət eləyib, sonra bir dənə yaxşı söz deyir. Peyğəmbər çox gözəl söz deyir, çox gözəl. Deyir ki, Lübabə mənim yanıma gəlsəydi, mən onun üçün Allahdan bağışlanmaq istəyirdim, Allah da onu bağışlayardı. Amma rəs ki, o getdi, özünə o yolu seçdi, qoy onu da seçsin. Allah da haçan onun bağışlanmasını istəyərsə, istəyər. Görün, nə demək istəyir Peyğəmbər? Əvvəla deyir ki, Lübabə xəyanət etməyəydi. İkincidə xəyanət etmirsən, gəl də Peyğəmbərin yanına. Gəl, mən sənə yol göstərim. Özündən niyə nələrsə cız-poz eləmsən? Mənim yanıma gəlsəydin, mən sənin üçün tez tövbə eləyərdim, dua eləyərdim, tez bağışlanardın, heç gedib orada əziyyət çəkməzdin. Ona görə də o orada 6 gün gecə-gündüz məsciddə bağlı qalır. Ancaq namaz vaxtı arvadı gəlir, açır, o gedir, namazlarını qılır, sonra gəlir. 6 gün orada qalır. Peyğəmbər görün nə deyir? Bax, ilahi övliya bu deyir. Allahın salam, salavat, rəhmət və bərəkət olsun. İlahi övliya budur, deyir, gəl mənim qapıma, mən sənə kömək eləyim. Mənəm də Allahın nümayəndəsi. Mənsiz hara qaçıb gedirsən, məsciddə özünü bağırsan, ağıllısan, gəl məndən bütün. Nə səhv oldu, gəl də mənim yanıma. Nə səhvin oldu, gəl mənim yanıma. Bu yaxınlarda da bir hadisə olmuşdu. Mənim tələbələrimdən biri olmuşdu. Bir problem yarandı. Problem yaranan kimi öz başına bəzi işlər gördü. Mən ona başa salırdım ki, filan kəs, problem var, niyə özün qərar versin? Mən sənin müəlliminəm də, gəl, mən səni başa salım, mən yoluna qoya bilərəm. İnsan özü nəsə bir şey eləməz. Qabaqda bir özündən ağıllı adam varsa, gərək ona müraciət edəsin. Peyğəmbər də dedi ki, belə istəyir, qoy getsin. 6 gün orada zülüm çəkdi. Düzdür, çox mərd adam idi, düzdür, çox imanlı adam idi. Əməlinə görə çox peşman olmuşdu. Doğrudan da, məsələn, onun barəsində 2 dənə ayə gəldi. Biri bu idi ki, ey iman gətirənlər, bilə-bilə Allaha, Peyğəmbərə aranızdakı əmanətləri xəyanət etməyin. Bu Lübabə barəsində idi. Həm də elə bütün müsəlman aləminə aiddir də. Bu gəldi, amma 6 gündən sonra Peyğəmbər evdə idi. Birdən Peyğəmbərə Cəbrail nazil oldu. Özü Ümmü Sələmənin evində idi. Cəbrail nazil oldu. Belə bir ayə gətirdi. Dedi ki, bir qism də günahlarını etiraf etdi. Onlar yaxşı bir əməllə pis bir əməli bir-birinə qarışdırmışdılar. Peyğəmbər gülümsədi. Ümmü Sələmə deyir ki, Peyğəmbər gülümsədi. Dedi ki, Allah Lübabəni bağışladı. 6 gündən sonra Allah Lübabəni bağışladı. Get hamıya xəbər ver. Ümmü Sələmə də hamıya xəbər verdi ki, Lübabə bağışlanır. Hamı getdi ki, məsciddə onun kəndirini açsınlar. Dedi ki, yox. Peyğəmbər istəyirəm gəlsin açsın. Sonra sübh namazı oldu, Peyğəmbər getdi məscidə, sonra Lübabənin özünü bağladığı kəndiri Peyğəmbər özü öz əlləri ilə açdı. Amma Lübabə yaxşı adamdır. Lübabə xəyanət elədi və xəyanətini başa düşdü və bəzi işlər də gördü, Allah da onu bağışladı. Amma daha yaxşı və daha yaxşı. Övla sözü var, övla, daha yaxşını etmək. Gərək daha yaxşını. Tərk övla da bu deməkdir də. Tərk övla budur ki, daha yaxşını tərk eləyirsən. Daha yaxşını. Baxın, Adəm Peyğəmbər barəsində, ümumiyyətlə Peyğəmbərlər barəsində deyirləri tərk övladı. Etdikləri günah deyil, tərk övladı. Tərk övla budur ki, elədiyi iş pis deyil, amma daha yaxşısı var idi. Onu tərk elədi. Övla daha yaxşı deməkdir. Daha üstün deməkdir. Tərk övla, yəni o üstünü, daha yaxşını tərk eləmək. Adəm Peyğəmbər də günah etmədi. Sadəcə daha yaxşı bir versiyanı etmədi. İndi Lübabə də günah iş görmədi. Peyğəmbərə yaxınlaşma baxına getdi, orada özünü bağladı, 6 gündən sonra da bağışlandı. Amma tərk övla elədi sanki. Necə? Yəni daha yaxşı olmazdımı getsin Peyğəmbərin qapısına və Peyğəmbər ona desin. Yenə Peyğəmbər desin ki, get bağışlama. Və s. Ümumiyyətlə,
Səd ibn Məazla Səd ibn Übadə də Peyğəmbərə belə deyirlər. Deyirlər ki, ya Rəsulallah, bu söz Allahın sözüdürsə heç, amma sənin sözündürsə, olar ki, biz öz fikrimizi bildirək. İndi tarix belə yazır. Bəlkə onlar da mərifət əhlidirlər, bəlkə elə deməzlər. Amma əgər tarixdə deyilən kimi deyirlərsə, bu da biraz mərifətsiz sözdür. Niyə? Çünki Allahın sözünə Peyğəmbərin sözü eynidir. Əgər yeni bir məsələni gündəmə gətirməksə, öz fikrini demək istəyirsənsə də bunu da deməyin qayda qanunu var və bu öz də həqiqətə söykənir. Niyə? Çünki Peyğəmbər səndən yaxşı bilir və sənin yaxşılığını səndən daha çox istəyir. Ona görə də gəlib Peyğəmbərə belə demək lazımdır. Ya Rəsulallah, bu fikir Allahın bizə vacib buyurduğudur, yoxsa bizim hansısa bir fikir deməyə ixtiyarımız var? Peyğəmbər də deyəcəkdir ki, sizin fikir deməyə ixtiyarınız var. Ona sonra deyir ki, ya Resulallah, biz belə düşünürük ki, bəlkə biz onlara belə bac verməyək, çünki biz heç vaxt onlara bac verməmişik. Bəlkə belə deyək, amma siz nə məsləhət görsəz o, ya Resulallah, biz belə düşünürük. Görəsən, biz belə düşünəndən sonra sizin məsləhətiniz nədir? Onsuz da Allah bizə vacib eləmir. Siz özünüz mübarək nə məsləhət görərsiniz bizə? Peyğəmbər də desə ki, mən yenə o məsləhəti görürəm, desin ki, baş üstə. Yox, Peyğəmbər desə ki, yox, elə sizin sözünüz yaxşıdır, onsuz da sizə nə yaxşıdırsa, o sizdən daha yaxşı düşünür və o sizin xeyrinizi daha yaxşı bilir və o sizə daha xeyirli hansıdırsa onu deyəcək. Ona görə onun ixtiyarına buraxmaq daha yaxşıdır. Bax, tarix bizə bunu öyrədir. Ona görə də bəziləri, görürsən, Səd ibn Məazla Səd ibn Übadənin dediyini eləyir Peyğəmbər, eləyir. Və onlar da səhv söz demirdilər. Hətta Peyğəmbərin ürəyincə də olur bu. Zaten Peyğəmbər də istəyirdi ki, belə olması. Mədinənin mülkünün, yəni Mədinənin məhsulunun üçdə birini vermək az bir şey də deyil idi. Peyğəmbər ürəyi yalanlıqdan belə deyirdi. Bəlkə də onları elə sınamaq üçün deyirdi, hər nəyə deyirdisə də. Və onların sözü də düzdür, amma bir mərifət başqa şeydir. Heç mən bunu diplomatik mərifət cəhətindən də demirəm, söz cəhətindən deyir. Sözün həqiqi mənasında bilməlisən ki, bu kişi ən yaxşını biləndir və bizim üçün ən yaxşı nədirsə onu eləyəcək. Çünki bu kişi də cürətli kişidir, şücaətli kişidir, izzətli kişidir və bizim də izzətli olmamızı istəyər. Eyni zamanda başqa məsələ varsa onu da o bilir. Bax, bunlar mühüm məsələlərdən biridir. Sonra mühasirə günlərinin birində bir neçə gün onları Peyğəmbər orada saxlayır. Şas İbn Qeys adında bir nəfər Bəni Qureyzə Yahudilərinin nümayəndəsi olaraq gəlib Peyğəmbərin hüzuruna xahiş edir ki, Bəni Qureyzəni də o birisilər kimi əmlakını götürüb Mədinəni tərk eləməyə icazə versin. Peyğəmbər deyir ki, yox, mən belə icazə vermirəm və istəyirsinizsə, onlar ümumiyyətlə qeyd-şərtsiz təslim olmalıdırlar və Səd ibn Məaz onların arasında hakimlik eləyə bilər. Və doğrudan da Səd ibn Məaz da onlarla hakimlik eləyir. Onlar demişdilər ki, Səd ibn Məaz əgər hökm çıxarsa biz təslim olmağa hazırıq. Səd ibn Məaz da tarix yazır ki, əlinə ox batmışdı. O bir nəfər qadının yanında müalicə alırdı. Peyğəmbər özü də onu ara sıra dəyməyə gedirdi və getdi Ovsun gəncləri onu gətirdilər Peyğəmbərin yanına. Hətta o gələndə Peyğəmbər hamıya dedi ki, qalxın ayağa, Sədə hörmət eləyin və Səd də nə əgər hökm çıxarsa, mən də ona razıyam. Təbii ki, Səd ibn Məaz da eyni sözü dedi. Dedi ki, Bəni Qureyzə kişiləri edam, arvad uşaqları əsir, əmlakı da müsadirə olunmalıdır. Burada kitabımız gətirib ki, Səd ibn Məaz niyə belə hökm verdi? Çünki bayaqdan da mən danışıram. Çünki təbii ki, bunlar bir dəfə müqaviləni pozmuşdular, ikinci dəfə xəyanət eləmişdilər, üçüncü dəfə onların qarşısı kəsilməsəydi, onlar həmən işi görəcəkdilər. Gəlib Mədinədə o problemləri yaşadacaqdılar, yəni arvad uşağı əsir alacaqdılar, mal-mülkü müsadirə eləyəcəkdilər və onlarla əl-ələ versəydilər, onlar neyinəmək üçün gəlmişdilər? Gəlmişdilər ki, bütün müsəlmanların qoşununun qılıncdan keçirsinlər də, təbii ki. Təbii ki, gəlmişdilər ki, hamısını ya təslim eləsinlər, ya
qılıncdan keçirsinlər. Bunlar da onları qılıncdan keçirməkdə vasitəçi olacaqdılar. Ona görə də Səid ibn Muaz elə belə eləməli idi. Həm də Səid ibn Muaz onu da bilirdi ki, yəni başa düşülürdü də, elə biz də başa düşürük ki, bunlar yenə də bu problemi yaşadacaqlar və bunlar çıxıb getsələr yenə də bir məsələlər üçün ya saxlamaq da mümkün deyil. Saxlasan Yahudi kimi, həmişəki kimi yenə də problem yeridir. Çıxıb getsələr də Bəni Nəzir kimi problem yaradırlar. Xüsusən də Hüyey ibn Əxtəb bunların içindədir. Elə odur da hər şeyin başı. Bəni Nəzirin başçısıdır. O gedib Qureyşi götürüb gəlib. Və həmçinin Səid ibn Muaz onu da fikirləşir ki, onların da Tövratında belə cəza tətbiqi var. Tövratda deyilir ki, mənim düzündən oxuyuram sizin üçün. Döyüş məqsədi ilə bir şəhərə getdikdə əvvəlcə oranın əhalisini sülhə dəvət et. Qəbul etməsələr şəhəri mühasirəyə al, şəhəri ələ keçirdikdən sonra kişiləri öldür, arvad uşaqla əmlak isə sənin qənimətin sayılır. Həm də elə Səid ibn Muaz bilirdi ki, onlar da başa düşürlər ki, bu əməlin cəzası budur. Və təbii ki, bu məsələ tətbiq olunmağa başlayır. Əli əleyhissalam gedir, onların hamısını tərki silah eləyir və onların arvad uşağı əsir olur, mallar, mülklər müsadir olur və özləri də demək olar ki, hamısı qətlə yetirilir. Hüyey ibn Əxtəb gözü Peyğəmbərə sataşanda deyir ki, sənə qarşı düşmənçiliyimə görə qəti şəkildə peşman deyiləm. Allah istədiyini xar eləyər, belə deyir. Sonra da cəmaatı üzün tutaraq deyir ki, Allahın hökmünə görə narahat olmayın. Bax, belə sözlər danışır. Yəni, öz peşmançılığını bildirmir. Yəni, deyir ki, mən peşman deyiləm, düz eləmişəm, yaxşı eləmişəm. Və Yahudi kişilərdən yanaşı bir dənə də qadın qətlə yetirir. Niyə? Çünki o dəyirman daşı ilə bir müsəlmanı öldürmüşdü. Kişilərdən isə Zübeyir Batı adlı bir nəfər Sabit ibn Qeysin vasitəsilə ilə bağışlanır, arvad uşağı azad edilir, əmlakı da özünə qaytarılır. Amma o Yahudi ola bağışlanılır və Yahudilərdən 4 nəfər də ona görə bağışlanılır ki, bundan əlavə onlar İslamı qəbul edirlər, artıq müsəlman olurlar və onların hər biri müsəlman olsaydı, zaten Peyğəmbər onları bağışlayacaqdı. Sonra Yahudilərdən əldə edilmiş qənimətin xumsu çıxarılır, yəni 5də biri. Süvarilərə 3, piyadalara isə 1 pay verilir. Qənimətdən ayrılmış həmin o xumusçu var, onu Peyğəmbər Zeydə verir ki, getsin, silah, sursat və mini alsın. O da gedir Nəcdən, onları alır, onları almaqla məşğul olur. Deməli, Hicrətin 5-ci ili Zilhiccə ayının 19-da Bəni Qureyzə yürüşü də başa çatır. Əhzab surəsinin 26-27-ci ayələri də bu hadisə ilə bağlıdır. Səd ibn Muaz da Bəni Qureyzə yürüşündən sonra əvvəldəki aldığı ox yarası var idi, onun nəticəsində şəhid olur. Gəldi çatdıq Hicrətin 6-cı ilində baş vermiş hadisələrə, amma da bizim dərsimizin vaxtı bitdi deyə mən davam etmək istəmirəm. Kiminsə sualı varsa buyursun. Kiminsə sualı, sözü varsa buyura bilər. Buyur Aycun xanım. Ustad, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Ustad, indi biz o Yahudilərdən 4 nəfər İslamı qəbul etdiyinə görə bağışlanır. Bir xanım müsəlmanı öldürmüşdü daşla, ona görə onların içində deyəsən bir xanım da qətlə yetirilir. Bir də dediniz orada bir kişi xanımı ilə bağışlanır, mal mülkü də özünə qaytarılır, gedir. O niyə bağışlanır? Onu bilmirəm. Onu bilmirəm. Tarix yazmır ki, niyə bağışlanır. Yəni, orada da hansısa bir amil tapılır. Orada bilirsiniz nə yazmışdı? Yazır ki, vasitəçilikdəndir. Amma o vasitəçiliklər də elə belə olmur, ha. Elə belə vasitəçilik qəbul edilmir. Onun hansısa bir yaxşı işi var idi. Mən bir dənə baxım orasına dəqiq. Ustad, ona bir dənə də o birisi sual verim. Hə, onu ver, mən də bu birisini tapım. Ustad, bir də dediniz, Əbu Süfyan, o dediniz ki, o fitnə salırlar, belə deyir, o dəstələr ki, aralaşır. Əbu Süfyan ki, o deyir, 5-ci gün dediniz, axşam deyir ki, hücum əmri olacaq. Yahudilər deyir, biz 6-cı gün hücum eləmirik. Orada da o xəndək məsələsi vardı. Bunlar hücumu necə... Deyirdilər ki, hücumu necə deyirdilər? Deyirdilər ki, hər hansı bir yollarla da olsa, yəni o xəndəyin yəqin o dar yerləri var imiş və yaxud da onlar arxadan gələcəkdilər. Bunlar indi hansısa bir yollar fikirləşəcəkdilər. Necəsə belə bir hücumlar
fikirləşirdilər. Aklı bir hərəkətə Təbii ki, keçirdi. ciddi hücum yox idi. Çünki ciddi olsa heç Bəni Qureyziyə ehtiyac yox idi. Bunlar elə 10 min nəfərlə girib o 3 min müsəlmanı məhv eləyəcəkdilər. Üzbəüz onsuz da belə şey yox idi. Amma necəsə kimsə hardansa keçməklə qeyri-bərabər döyüş yaranacaqdı da. Biri o tərəfdən, biri bu tərəfdən ox döyüşü ola bilərdi. Yaxşı ox ata bilərdilər. Necəsə istəyirdilər ki, bir döyüş baş versin. Nəsə belə bir şey olsun. Yaxşı. Onsuz da rahat üzbəüz döyüş yox idi. Heç yoxsa ona Bəni Qureyziyə ehtiyac yox idi. Burada deyir ki, kitabımız deyir ki, Zübeyir Batı adlı bir nəfər Sabit ibn Qeysin vasitəçiliyi əsasında bağışlanılır. Amma yenə deyirəm ki, çünki bundan əvvəl də Ovs qəbiləsi də gəlirlər ki, çünki ondan əvvəl Xəzrəc qəbilələrinin bağışlanmasında o Mədinə yəhudilərinin başçısının rolu olur. Bu dəfə də Ovsda gəlirlər ki, bizə görə bağışla, amma Peyğəmbər deyir ki, bağışlayaram, amma elə yerlər var ki, artıq bağışlana bilmir. İndi bu Zübeyir Bata əgər bağışlanılırsa, baxmayaraq ki, Sabit ibn Qeysin vasitəçiliyi iləndir, amma ortada nəsə bir real, normal bir şey olmalıdır. Yoxsa o xəyanət əhlini bağışlamaq olmaz. Yəni belə deyək ki, kimsə gəlsin, kimsə bağışlatsın. Yəqin ki, onun nəsə yumşaq tərəfləri olub və s. və ilə axır. Yaxşı. Çox sağ olun. Siz sağ olun, siz sağ olun. Şəhriyar bəy, sizə də təşəkkür edirəm xoş sözləriniz üçün və o biri sual yazan, o biri xoş sözlər yazan əzizlərə də təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. İnşallah gələn həftə mövzumuzu davam edəcək. Təşəkkür edirəm. Sağ olun.